DC 2026-nın seçmə mərhələsinin dünən gecə keçirilən maçlarından sonra daha bir komanda əsas mərhələyə vəsiqəni təmin edib. Bu, Fransa yığmasıdır. Sözügedən Milli D qrupunda Ukrayna ilə 5-ci tur maçına çıxıb. Didier Deşamın baş məşqçilik etdiyi kollektiv 4-0 hesabı ilə qalib gəlib. Beləliklə, Fransa ardıcıl 8-ci dəfə Mundialın final mərhələsində mübarizə aparacaq. Fransa millisi DC 2026-da iştirak hüququna yelənən 29-cu komanda olub. Daha əvvəl Misir, Əlcəzair, Qana, Cabo Verde, Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Côte d'Ivoire, Senegal, Urugvay, Kolumbiya, Paragvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, Yordaniya, Avstraliya, Ekvador və Braziliya DC 2026-nın final mərhələsinə vəsiqə əldə edib. ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi turnirə birbaşa vəsiqə qazanıblar. DC 2026-nın əsas mərhələsində tarixdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq. Yarış iyunun 11-də start götürəcək və iyulun 19-da başa çatacaq.